Bir sıra vətəndaşlar banklardan kredit götürən vaxt çətinlik çəkirlər. Bəzən şərtlər tam ödənilsə belə bu mümkün olmur. Eyni zamanda bankların qara siyahısına düşənlər də narazılıq edir. Kimlər bankdan kredit ala bilməz? Qara siyahıya necə düşürük? Tunde az məlumat verir ki, Globalifo qıza danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, mövcud qanunvericiliyə görə hər kəs bankdan kredit götürə bilər. Hətta qara siyahıda olanlar da bura daxildir. Kimsə öncə vəsaitləri qaytaranda problem yaşayıbsa, bu Azərbaycan Kredit Bürosunun tarixçəsində əks edilir. Beləliklə, bank şəxsə pul vermək istəyəndə həmin hesabatı nəzərdən keçirir. Ancaq borclarla bağlı problemlərin olması o demək deyil ki, vətəndaşa kredit verilə bilməz. Sadəcə bank ehtiyat edir. İqtisadçı deyib ki, müvafiq tarixçəsi pis olanların belə banka yaxşı girov qoymaqla kredit alması mümkündür. Məsələn, sabah borcu qaytara bilməsə, əmlaki məhkəmə yolu ilə həraca çıxarılacaq. Nəticədə bank əmlaki sataraq pulunu götürəcək. Eyni vaxtda yaxşı maaşı olan bir zamin dursa, şəxs kredit götürə bilər. Qara siyahıda olmadığı halda kredit götürə bilməyənlərin məsələsinə gəldikdə burada banklar risklərini ölçürlər. Seçim edilməsə problemli kreditlərin artması ehtimalı yüksəkdir. Borc qaytarılmadıqda bankada öhdəliklərini yerinə yetirə bilmir. Banklar əsasən müştərilərdən yığdığı pullar hesabına kredit verir. Borc qaytarılmadıqda bu mümkünsüz olur.